Küllü miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qəti imkan tədbiri dəyişdirilib. APA'nın məlumatına görə onun barəsində olan ev dustaqlığı qəti imkan tədbiri polis nəzarəti altında olma qəti imkan tədbiri ilə əvəz olunub. Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib. Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb araşdırmalarla müəyyən edilib ki, o 2 nəfər zərər çəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl zinət əşyalarını və 520.000 Amerika dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Faktlarla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və Rəqsanə İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib. Noyabr ayında isə ev dustaqlığına buraxılıb, Sabunçu rayon məhkəməsi onun barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib. Dəymiş zərərin müəyyən hissəsini, təxminən 100.000 manatının ödənilməsi və zərər çəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən onun barəsində tətbiq edilmiş həbs qəti imkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.